Vətən müharibəsindən bir neçə il əvvəl Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən təmas xəttində yerləşən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, hərbi hissələrinin və digər güc strukturlarının, bölmələrinin etibarlı xüsusi radio rabitə, internet və data xidmətləri ilə təmin edilməsi üçün təxirə salınmaz tədbirlər həyata keçirilmişdir. Hərbi vəziyyət elan edilən gündən müharibənin həm cəbhədə, həm informasiya sahəsində, həm də kiber sahədə aparılması bir daha göstərdi ki, bu adi müharibə yox, düşmən ölkənin öncədən hazırlandığı hibrid müharibədir. Elə ilk günlərdən cəbhənin bütün istiqamətlərində olduğu kimi, kiber cəbhədə də bütün istiqamətlərdə, istər dövlət sektoru, istər özəl sektor və istərsə də media portalları üzrə kiber hücumlarda birdən-birə ciddi intensivlik müşahidə olundu. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Dövlət İnformasiya Sistemlərinin təhlükəsizliyinə məsul qurum kimi bu sistemlərin xüsusi gücləndirilmiş rejimdə mühafizəsini və kiber hücumların monitorinqini həyata keçirməyə başladı. Hər il biz arzulayırdıq ki, torpaqlarımıza qayıdaq, orada şəbəkəni yaradaq və bizim də bir vətəndaş kimi orada bir payımız olsun. Aprel döyüşləri, sonra Tovuz hadisələri bizə əlavə bir təkan verdi ki, bu hadisə baş verəcək, nə vaxtsa bu olacaq və hər zaman bunu müzakirə eləyirdik. 2014-cü ildə Azovsky P2 orbitə buraxıldı. Bununla Azərbaycan ölkə olaraq yüksək keyfiyyətli peyk təsvirlərini əldə etmək şansına malik oldu və bu bizə bir çox imkanlar verdi. Bu imkanlar ondan ibarət edir ki, biz heç bir ölkədən və heç bir beynəlxalq təşkilatdan asılı olmayaraq planetin istənilən nöqtəsi üçün təsvirləri əldə etmək imkanına sahib olduq. Ən başlıcası ölkənin müdafiəsi və təhlükəsizliyi istiqamətində bu imkanlardan maksimum yararlanmaq idi. 44 günlük müharibədən öncə də biz düşmənin həmin işğal olunmuş ərazilərdə fəaliyyətini mütəmadi olaraq izləmək şansına malik olmuşuq. Belə ki, yaşayış məntəqələrimizin yer üzündən silinməsi, ərazidəki faydalı qazıntı yataqlarımızın istismarı, qanunsuz istismarı, su və meşə fondlarının məhv edilməsi və bir çox fəaliyyətləri də bu texnologiya vasitəsilə biz mütəmadi olaraq monitorinq edirik, faktlaşdırır, sənədləşdirirdik və bunlar da aidiyyatı olaraq təqdim olunurdu. Ermənistanın hələ 2020-ci ilin iyulun 12-sində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda qoşunlarının təmas xəttində cəmləşdirilməsi, onların bu hərəkətləri onu göstərir ki, yəni düşmən geniş miqyaslı hücuma hazırlaşır. Bu səbəbdən xidmətin əməkdaşları cəbhə xətti boyunca döyüş bölgələrində yerləşən hərbi hissələrin qərargah və döyüş mövqelərinə çəkilmiş fiberoptik xətlərin düşmən tərəfindən zədələnmiş hissələri və sıradan çıxmış rabitə avadanlıqlarının yeniləri ilə əvəz edilməsi icra edilmişdir. Qeyd olunan işlərin görülməsi və rabitənin fasiləsizliyinin təmin edilməsi məqsədi ilə 100 kilometrlərlə yeni fiberoptik kabel xətləri çəkilmişdir. Partnyor şirkət və mobil operatorun texniki heyəti ilə birgə Müdafiə Nazirliyinin en sayılı hərbi hissəsində Nazirliyə məxsus xüsusi təyinatlı avtomobillərdə döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün zəruri avadanlıqlar və sistemlər quraşdırılmışdır. ...27 sentyabr tarixində biz həmişə olduğumuz kimi işdəydik. Bizə xəbər gəldi ki, belə bir hadisə baş verib. Bu bizim üçün bir fövqəladə bir hadisə idi. Fövqəladə hadisə olduğu zaman hərənin öz işi var. Komanda yığıldı. Elan olundu ki, belə bir hadisə var, hazırlaşmaq lazımdır.
və biz bu işi eləməliyik. Müharibə müddətində xidmətimizin data mərkəzində saxlanılan dövlət informasiya resurslarına 3000-ə yaxın müxtəlif növ kiber hücum cəhdləri də qeydə alınmışdı və bu hücumların qarşısı müvəffəqiyyətlə alınmışdı. Düzdür, biz bir qurum olaraq kiber təhlükəsizlikdə sadəcə kiber müdafiə ilə vəzifələndirilsək də, müharibə dövründəki ümumi vəziyyəti qiymətləndirmək üçün müxtəlif açıq mənbələrdən, istər Azərbaycanlı hakerlərin düşmən ölkəyə, istər düşmən ölkə hakerlərinin Azərbaycan informasiya resurslarına olan hücumlarını monitorinq edir və əldə edilən məlumatları təhlil edərək analizini və statistikasını aparır. 44 günlük müharibə başlamadan az öncə o azad olunmuş torpaqlarda düşmənin yarada biləcəyi təxribatlara qarşı da hazırlıqlı olmaq lazım idi. Belə ki, həmin ərazilərdə sel simulyasiya modelləri, anbarlar və digər qurğularda sel simulyasiya modelləri tərəfimizdən hazırlandı ki, bu da real vəziyyətdə əgər təxribat olardısa, hansı ərazilərə nə qədər zərər verə bilərdi. Bu, təbii ki, qabaqlayıcı tədbirlərin görülməsi üçün çox vacib məlumat mənbəyi sayılır. Hərbiçilərimizlə əlaqə saxlanıldı və müzakirə olundu ki, yəni biz mobil operatoru olaraq biz sizə rabitəni orada təmin eləməyə hazırıq. Sadəcə bizə bir dəstək lazımdır, bizə yol göstərən lazımdır. Xəritələrimiz açıldı, kağız xəritələrimiz var idi, elektron xəritələrimiz var idi. Onların üzərində müzakirələr aparıldı. Səfərbər etdik komandamızı, yığışdıq. Təxmini bir 100 nəfər mühəndis bu prosesdə iştirak edirdi. 100 nəfər. Əraziləri böldük. Bir qismini yönləndirdik cənub istiqamətindən, Qarabağa yaxın olan hissəsi. Bir komandanı yönləndirdik Tərtər istiqamətində və bunu həyata keçirmək üçün, yəni biz gedib həmən stansiyanı qura bilməzdik. Bunun üçün bizim səyyar stansiyalarımız deyilən bir qurğular var, hansılar ki, hərəkət edib istənilən məntəqəyə çatdırmaq olar və o stansiyanı orada qurub və istifadəyə vermə imkanlarımız var. Həmin dövr ərzində tam bütün qüvvələrimizi səfərbər etdik. Təbii ki, o faydalı məlumatların aidiyyatı üzrə təqdim olunması üçün fasiləsiz xidmət təşkil etdik. Düşmənin törətdiyi təxribatlar, əlavə olaraq da Şuşa şəhəri ətrafında fosfor tipli mərmilərlə yanğınların törədilməsi və bir çox faktlar da peyk vasitəsilə aşkarlanması mümkün olurdu. Azərbaycan Respublikası Prezidentinin hərbi vəziyyət elan edilməsi haqqında 27 sentyabr 2020-ci il tarixli 1166 sayılı fərmanından sonra xidmət rəisinin müvafiq qərarı ilə mən tabeçilimdə olan digər 10 nəfər xüsusi texniki hazırlıqlı zabit heyəti ilə birgə torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərə qatılmışdıq. Kiber müharibəyə hazırlıqlı başlayan düşmən ölkə elə müharibənin ilk günündə Telegramda anonim kanallar yaratdı və ətrafına çoxlu rus dilli və Yunan hakerlər yığaraq onları təyinatı üzrə 4 qrupa böldü. 4 batalyona daha doğrusu və informasiya təminatı ilə məşğul olanlar, DDoS hücumlarla məşğul olanlar, 3-cü batalyon phishing hücumlarına fokuslanmışdı və 4-cü batalyon isə xüsusi konsultasiya ilə seçilən üst səviyyə elit adı verilən bir kiber qruplaşma idi. Təbii ki, həm bizim xidmətin, həm müvafiq qurumların, kiber müdafiə sahəsində çalışan ekspertlərin, həm də vətənpərvər arxa cəbhə mütəxəssisləri bu batalyonlara müxtəlif erməni və rus adları ilə, nömrələri ilə üzv olaraq monitorinq edirdi və bizə kəşfiyyat məlumatları da ötürürdü. Bu sayədə biz də düşmənin planlarına uyğun olaraq müvafiq müdafiə sistemlərini hazır vəziyyətə gətirirdik və proaktiv tədbirlər görürdük. Çox ağır idi, yəni xəbərləri eşidirdik, məlumatlar gəlirdi, çatırdı. Amma buna baxmayaraq biz əslində özümüz də hərbi qulluqda olmuşuq, biz bilirik bu necə olan bir şeydir. Buna baxmayaraq müəyyən
bir his var idi ki, biz bunu eləməliyik. Ezam olundu işçilərimiz, səyyar stansiyalarımız yaxın ərazilərə toplanıldı və hər dəfə biz işğaldan azad olunan torpaqlarını xəbərini eşidən kimi bizim mühəndislər, hərbiçilərlə birgə o əraziyə gedirdilər və bizim səyyar stansiyalarımızı qururdular. Böyük bir komandamız vardı, hansı ki bunun üzərində işləyirdi. Bizə məlumatlar çatırdı ki, azad olmuş torpağa da biz işlərimizi bitirdikdən sonra, bir neçə saatdan sonra görürdük ki, telefonlarımızda şəbəkə gəldi, Azərsel sözü yazıldı. Biz bugün də azad olunmuş ərazilərimizdə böyük qayıdış proqramı çərçivəsində ərazinin potensialının qiymətləndirilməsi və resurslarımızı, orada mövcud vəziyyətin qiymətləndirilməsi işlərini həyata keçirmişik. Təqdim edilmiş məlumatlar əslində vacib və dəstəkləyici məlumatlar hesab olunur. Belə ki, az öncə qeyd elədim ki, bu bizə imkan verir ki, istənilən nöqtədən təsvirləri əldə edək və miqyas da burada önəmlidir. Bu, eyni anda çox böyük bir ərazinin təsvirinin əldə olunması deməkdir. Yəni, o bizə əlavə bir baxış imkanı, real vəziyyətin qiymətləndirilməsi şansı yarattığına görə böyük əhəmiyyətli hesab olunur. Döyüşlərin planlaşdırıldığı ərazilərdə öncədən xüsusi radio-rabitə şəbəkəsinin təmin edilməsi ilə bağlı aldığımız tapşırığa əsasən ərazinin relyef xüsusiyyətlərinə uyğun olaraq taktiki baxımdan müxtəlif variantlar və üsullar tətbiq etməklə zəruri avadanlıqlar quraşdırılır. Bəli, səyyar stansiyalar çox da deyildi, amma ilkin addımlarda biz bu stansiyaları qurduq. Sonra torpaqlarımız azad olduqca orada əvvəldən qalan infrastruktur ki var idi, misal üçün televiziya qüllələri var idi, başqa qurğular var idi. Həmən qurğularda biz mövcud əlimizdə olan avadanlıqlarla o qüllələrə bizim mühəndislər çıxırdı. Yağış, soyuq, külək, atəş, buna baxmayaraq öz işlərini qorxmadan yerinə yetirirdilər. İgid əskərimiz Azərbaycan bayrağını asır. Şuşanın teleqülləsi. Müharibə dövrü doğrudan da hibrid müharibə kimi arxa cəbhə olmağımıza baxmayaraq bizim üçün əsl kiber müharibə rolunda idi. Kiber hücumların ardı-arası kəsilmirdi. Xüsusi təyinatlı qurulmuş ştabımızda 24/7 fəaliyyət aparılırdı. Bunları biraz da rəqəmlərlə qeyd etmək istərdim. Belə ki, 44 günlük müharibə müddətində Azərbaycan informasiya məkanında heç bir xüsusi çəkisi olmayan 10 informasiya resursuna düşmən hakerlərin hücumu baş vermişdi. Xüsusilə də qeyd edeyim ki, heç bir dövlət informasiya resursuna uğurlu müdaxilə halı aşkar edilməmişdi. Bunun qarşılığında isə düşmənin 414 ictimai əhəmiyyətli və 43 xüsusi əhəmiyyətli informasiya resursu, o cümlədən 2 provayderi Azərbaycan hakerlər tərəfindən dağıdılmışdı və defes olunmuş səhifələrdə Qarabağ Azərbaycandır şüarları yer almışdı. Əvvəlcədən görülmüş hazırlıq işlərinin nəticəsi olaraq ilkin mərhələdə döyüş əməliyyatları həyata keçirilən istiqamətlərdə xüsusi radio-rabitənin təşkili qismən asan olsa da, bildiyimiz kimi növbəti mərhələlərdə dərinliyə getdikcə çətin dağlıq relyef şəraiti ilə üzləşməyə məcbur olurduq. Və bu çətin şəraitdə də biz planlaşdırılmış şəkildə qabaqcadan xidmətimizin yüksək peşəkarlığı nəticəsində və eyni zamanda Müdafiə Nazirliyinin Rabitə Baş İdarəsinin əməkdaşları ilə birgə düzgün şəkildə planlaşdırılma həyata keçirməklə biz davamlı olaraq radio-rabitənin təmin edilməsini həyata keçirdirdik. Oradan gələn məlumatlar olurdu ki, qaranlıq vaxtı bu işləri görəndə işləyirdilər. Güllələrin, mərmilərin səsini, hamısını eşidə-eşidə və görürdülər ki, irəlidə müharibə gedir.
Buna baxmayaraq öz işlərini layiqincə yerinə yetirirlər. Ona görə ki, bilirdilər ki, bizim şanlı ordu irəlidədir və biz onların ardıyla bu torpağa qaydırıq. Peykin üstünlük nədən ibarətdir? Peyk yerdən 700 kilometr məsafədə hərəkət etdiyinə görə onun uçuş üçün heç bir məhdudiyyət yoxdur. Dron üçün var, digər aviasiyalar üçün var. Bu müəyyən məhdudiyyətlər yaradır, amma Peykdə bu məhdudiyyət olmadığına görə bu çox böyük bir üstünlükdür. Bizim Peykin texniki parametrlərinə görə biz texnikalara qədər, hərbi texnikalar, mülki texnikalar fərqi yoxdur, onlara qədər görmək mümkündür. İnsanların görülməsi üçün daha yüksək ayırt etməli Peyk təsvirlərinə ehtiyac olur. Müdafiə Nazirliyinin müraciətinə əsasən hərbi hava qüvvələrinin, hava hücumundan müdafiə qoşunlarının hərbi hissələrinə bayraqlar və digər müasir tipli uçuş aparatlarının etibarlı idarə edilməsi üçün qısa müddət ərzində fiberoptik kabelləşdirmə həyata keçirilərək Müdafiə Nazirliyinin rabitə şəbəkəsinə inteqrasiyası mümkün olmuşdur. İlk mövcud stansiya, yəni qurğularda qurduğumuz stansiyanın adı Zəfər oldu Cəbrayılda. Müharibə vaxtı biz çalışırdıq ora istiqamət verək, antenlərimizi yönləndirək, müəyyən qədər əhatə dairəsi olsun. Çox ağır idi o stansiyanın qurulması. Köynə bir televiziya qülləsinin üzərində quruldu. Mühəndislərimiz öz bacarığını orada bir daha göstərdilər və o stansiyanı aktiv etdilər. Döyüş əməliyyatları zamanı işğaldan azad edilmiş ərazilərdə xüsusi rabitənin təmin edilməsi üçün xidmətimiz tərəfindən lazımi sayda avadanlıqlar arxa təminat məntəqələrindən çıxarılaraq döyüş əməliyyatları həyata keçirilən ərazilərdə istifadəyə verilirdi. Həmin vaxt pandemiya ilə əlaqədar təchizat və logistika sahəsində mövcud olan ciddi çətinliklərə və məhdudiyyətlərə baxmayaraq, xidmətimiz tərəfindən qısa müddət ərzində döyüş əməliyyatlarının effektiv idarə olunması üçün kifayət qədər xüsusi şifrli radiostansiyalar gətirilərək aidiyyatı qurumların istifadəsinə verilmişdir. Bizim də sevincimizin təbii həddi hüdudu yox idi. Biz də o alınan hər bir kəndi, böyük xəbərləri eşidəndə hamı onu səbirsizlə gözləyirdik və komanda olaraq çox sevinirdik. Təbii ki, bu işdə pay olanda da bunu xüsusi hisslərlə keçirəndə daha əhəmiyyətli olur. Döyüş əməliyyatları zamanı azad edilmiş ərazilərdə tərəfimizdən rabitənin dayanıqlığını təmin etmə məqsədi ilə davamlı şəkildə zərurətə müvafiq olaraq fiberoptik kabellər çəkilişi həyata keçirilməklə yanaşı, düşmənin işğal dövrü istifadə etdiyi optik xətlər, eyni zamanda avadanlıqlar aşkar edilərək öz qoşunlarımızın maraqlarında istifadə edilməsi də növbəti nailiyyətlərimizdən biri hesab etmək olar. Mən əminəm ki, müharibə vaxtı bu proses zamanı mobil rabitənin, yəni ki, bizim komandanın böyük əhəmiyyəti oldu və ən azı alternativ rabitə kimi bizim hərbiçilərimizə dəstək olduq bu ağır günlərdə. Müharibə müddətində aşkarlanan əsas kiberhücum əməliyyatlarının dinamikasına nəzər saldıqda biz görürük ki, düşmən əsasən DDoS hücumlarına, dezinformasiyaya, phishing hücumlarına, məlumat oğurluğuna və veb saytlarının ələ keçirilməsinə cəhdlər edirdi. Əhalimiz arasında daxili çaşqınlıq və ruh düşkünlüyü yaratmaq məqsədi ilə bir sıra dezinformasiya tədbirləri olmuşdu. Buna misal olaraq hamımız.com domeni altında qeydiyyata alınan saxta veb saytı qeyd eləmək olar.
Sözü gedən səhifədə güya döyüşlərdə şəhid olan, itkin düşən və yaralanan şəxslər barədə məlumat verilmişdi. Amma əslində bu saxta saytın məlumat bazasında əks olunan siyahı Mərkəzi Seçki Komissiyasının seçki dairələri və məntəqələri üzrə ictimaiyyətə açıq paylaşdığı vətəndaş məlumatlarına əks etdirən cədvəllər əsasında formalaşmışdı. Qeyd olunan informasiya resursunun ölkəmiz üzrə fəaliyyəti operativ qaydada bloklanmış və domen ləğv etdirilmişdir. Hərbiçilər ərazini minadan təmizlədikdən sonra bizə məlumat verirdilər ki, bura təmizlənib, burada stansiya qurmaq olar. Yəni, biz ərazini də təxmini çalışırdıq, bildirək ki, yəni uyğun, şəraitə uyğun, texniki elə bir yerdə qurmaq lazımdır ki, əhatə dairəsi biraz böyük olsun. Və biz bildirdiyimiz ərazilərdə hərbiçilər çalışırdılar, oranı minadan təmizləsinlər. Yəni, minadan da başqa, bilirsiniz də, təxribatçılar da olurdu ərazilərdə. Yəni, və o təxribatçılarla rast gəlməməsi üçün hərbiçilər bizim komandaya çox böyük dəstək olurdu. Yəni, bizim mühəndislər əraziyə tək gedmirdilər. Yəni, hərbiçilərlə birgə gedirdilər. Demək olar ki, hərbiçilərlə birgə bizim stansiyanı orada qururdular. ...44 gün Vətən müharibəsi dövründə xüsusi rabitənin təmin edilməsi üçün istismar edilən avadanlıqların taktiki və strateji baxımdan düzgün planlaşdırılmış yerlərdə quraşdırılması səbəbindən ehtimal edilən zərər minimuma endirilmiş və bu dövr ərzində düşmən cəmi 3 avadanlığımızı sıradan çıxarda bilmişdir. Hadisələr olurdu, bizim mühəndislər bir neçə gün gizli şəraitdə, çətin vəziyyətdə qalıblar və bir neçə gün ərazidən çıxa bilməyiblər. Olub belə hadisələr. Amma buna baxmayaraq bizim texniki komandadan 4 nəfər müharibə iştirakçısı adını aldılar. Məncə onlar bizim qəhrəmanlarımızdır. Bütün bu müharibədə iştirak edenlər bizim şəhidlərimizə Allah rəhmət eləsin, qazilərə can sağlığı versin. Bu bizim borcumuz idi və biz bunu eləməliydik və biz bunu elədik. Vizual olaraq heç bir məlumat yoxdur. Yəni elə bir şərait idi ki, orada nə şəkil çəkmək olurdu, nə məlumat paylaşmaq olurdu. Yəni bu normal, biz hamı bunu başa düşürdük. Müharibə şəraitində bilirik ki, məlumat paylaşılması qadağandır, olmaz belə bir şeylə. İndi siz təsəvvürünüzə gətirin ki, şəbəkə olandan sonra onlar məlumat göndərirlər ki, hər şey qaydasındadır, biz sağıq, narahat olmayın, hər şey yaxşı olacaq. Dumana bax. Dağı duman alıb. Dumanlı dağların başında durdum, dumandan özümə bir xeymə qurdum. Narahat olmuyor. Torpaqları alıp gələcəm evə. 30 ildir gözləyirik. Mütləq alınmalıdır. Mütləq olunmalıdır bu söhbətlər hamısı. Müşahidələr onu göstərir ki, müharibədə məğlubiyyətini qəbul edən ermənilər kiber sahədə də məğlubiyyətini artıq qəbul etməyə başlamışdı. Belə ki, bugünə qədər dövlət informasiya sistemlərinə qarşı kiber hücumlarda heç bir uğur qazana bilməyən düşmən xakerləri artıq informasiya sistemlərinin deyil, birbaşa vətəndaşlarımızı və dövlət işçilərini hədəf almağa başlamışdı. Təəssüf ki, belə həssas dönəmlərdə phishing hücumu qurbanlarının içində dövlət qurumlarının da bəzi əməkdaşları olub. Məhz elektron poçt istifadəçilərindən phishing qurbanı olanların poçt qutusundan uğurlanan bir sıra sənədləri düşmən ölkə xakerləri bir neçə dəfə fərqli adlarla yayımlamağa çalışıb, dövlət informasiya resurslarının uğurlu hücum kimi göstərməyə cəhdlər ediblər. Müharibə dövründə düşmən ölkə xakerlərinin əldə etdiyini açıqladığı 6 GB informasiya ictimailəşdirilmişdisə də, Azərbaycanlı xakerlər tərəfindən Ermənistanın dövlət
qurumlarına dair 8400 dəfə çox. Yəni bu 50 terabaytdan daha bir yüksək rəqəm edir. Ən son işğaldan azad olunan ərazilər bildiyiniz kimi artıq Qubadlı rayonundan Laçın istiqamətinə keçən kəndlər istiqamətində olurdu və o istiqamətə qədər də orada belə deyək də biz orada deyildik, amma biz demək olar ki onu başqa bir belə deyək də vasitələrlə görürdük. Fiberoptik xətlərdən başqa döyüş vaxtı müharibə dövründə elektrik təminatına çox böyük ehtiyac yaranır və bu səbəbdən biz düşmənin elektrik avadanlıqlarından, elektrik qida mənbələrindən də imkan olduqca belə istifadə edirdik. Bilirsiniz ki, ərazidə enerji təchizatı yox idi. Biz də başa düşürük ki, orada bütün infrastruktur dağıdılıb. Buna baxmayaraq bizim dövlətimiz bunun üzərində çalışır, infrastrukturu qurur. Enerji təminatları bərpa olur. İndi şükür Allaha ərazimizdə 200-dən çox stansiyamız var. Bu da böyük bir göstəricidir. Yavaş-yavaş, addım-addım bizim işğaldan azad olan ərazilərimiz çiçəkləyəcək. Bizim ora köçən həmvətənlərimiz mobil rabitədən sərbəst istifadə edirlər və müharibə vaxtı da edirdilər və edəcəklər. Biz uzun müddət ərzində o torpaqlarda olmamağımıza baxmayaraq, biz o qarış-qarış o ərazilərdə nələr baş verdiyini, oralarda hansı proseslər getdiyini yaşayırdıq. Və bunun üzərində də həmin torpaqlara artıq qayıtma şansımız bu böyük bir xoşbəxtlikdir. Biz bütöv bir Azərbaycan olaraq ermənilərə hər cəbhədə, hər sahədə dərs verdik. Amma bir sahədə də özümüz dərs aldıq deyərdim. O da saxta məlumat yaradıcılığıdır. Xəstə ideologiyanın davamçıları olan mənfur düşmənlər doğrudan da saxtakarlıq işinin ustası olduqlarını bu müharibədə də hər tərəfli sübut etmiş oldular. Bununla belə aidiyyatı dövlət qurumları informasiya müharibəsini layiqli şəkildə aparmışdır. Mənim yaşım ona təsadüf edir ki, biz bunları o 90-cı illərdə hamısını görmüşük. 30 il keçəndən sonra bu torpaqların geri qayıtması bizim üçün çox böyük bir bayram idi. Qeyd edim ki, mən 1-ci Qarabağ müharibəsi dövründə 92-96-cı illərdə əskər olaraq xidmətimi Azərbaycan ordusunda keçirmişəm və mənim üçün şərəfdir ki, bu yoluma davam etmə imkanım oldu və bir zabit kimi, komandir kimi bu döyüşlərdə iştirak etdim. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 44 günlük müharibə dövründə keçirdiyi bütün görüşlər, o cümlədən üç tərəfli bəyannamə, xüsusi rabitə və informasiya təhlükəsizliyi dövlət xidməti tərəfindən videokonferans formatında təşkil edilmişdir. Əmin olduq ki, biz doğrudan da birlikdə çox şeyə nail ola bilərik. Bu gözəl bir faktdır və bunu danmaq olmaz. Biz güclü olduğumuzu bir daha hiss elədik. Unutmayaq ki, texnologiyalar sürətlə inkişaf etməkdədir və süni intellektin, xüsusilə deepfake texnologiyalarının dəstəyi ilə dezinformasiya daha təhlükəli hal alır. Biz hamılıqla bu kimi məlumat saxtakarlıqlarına qarşı ayıq-sayıq davranmalı və vətənimiz üçün hər birimiz əlimizdən gələni əsirgəməməliyik. 44 günlük vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bu tarixi Müzəffər Ali Baş Komandan öz əskərləri ilə birgə yazdı.